Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman aparatının və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində tədbir keçirilib. Müvəkkil aparatının, Kəngərli rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlətimlə səsləndirilib. Kəngərli rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Həsənzadə və müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiyanın hazırlanması, əsas qanunla müəyyənləşdirilən demokratik və hüquqi dövlət ideallarının və vətəndaş cəmiyyəti prinsiplərinin möhkəmlənməsi barədə məlumat veriblər. Müvəkkil aparatının əməkdaşı Nurayniyə Kərimova Azərbaycan Respublikasının konstitusiyası insan hüquq və azadlıqlarının qarantıdır mövzusunda çıxış edərək, əsas qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsinin dövlətimizin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsi olduğunu vurğulayıb. Kəngərli rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir mövzusunda çıxış edərək dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər və ölkə həyatının müxtəlif sahələrində dinamik inkişafın təmin edilməsi barədə danışıb. Sonda dövlətin əsasları adlı video çarx nümayiş olunub. Azərbaycan yeni reallıqların müəllifi kimi tanınır. Bu reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsini... Səbinə Elxan qızı Səxavət Məmmədov, NTV Xəbər. Bugün Azərbaycan xalqımızın